Mürəkkəb geoloji və iqlim şəraitinə malik olan Azərbaycan Respublikasının ərazisi istər endogen, istərsə də eksogen hadisələrin miqyasına və intensivliyinə görə dünyanın ən mürəkkəb regionlarından sayılır. Ölkənin demək olar ki, bütün ərazisi seysmik cəhətdən qeyri-sabitdir. Bütün bu şərtlər nəzərə alınaraq 2005-ci il dekabrın 16-sında ölkə başçısı tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yaradılması barədə sərəncam imzalanıb. Nazirliyin fəaliyyət istiqamətləri bunlardan ibarətdir. Əhalinin və ərazilərin fövqəladə hallardan və yanğınlardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, su hövzələrində insanların təhlükəsizliyinin, sənaye və dağ mədən işlərində tikintidə texniki təhlükəsizliyin təmin olunması, dövlət material ehtiyatları fondlarının yaradılması və idarə olunması, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji obyektlərin mühafizəsinin təşkili, radioaktiv tullantıların zərərsizləşdirilməsi, fövqəladə hallarda çevik reaksiya verilməsi və humanitar yardımların idarə olunmasının təşkili, böhran vəziyyətlərində idarə etmə, qəza xilas etmə, axtarış xilas etmə, təcili xilas etmə, aviasiya və nəqliyyatda xilas etmə işlərinin təşkili, fövqəladə hallardan qorunma ilə bağlı əhalinin maarifləndirilməsinin təşkili, dövlət orqanları və ictimai təşkilatlar tərəfindən bu sahədə aparılan işlərə metodiki rəhbərliyin edilməsi. Bugün Nazirlik öz fəaliyyətini mərkəzi aparat, qurumlar və regional mərkəzlər vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi özündə dövlət yanğından mühafizə xidməti, yanğına nəzarət xidməti, mülki müdafiə, xüsusi riskli xilas etmə xidməti, böhran vəziyyətlərində idarə etmə mərkəzi, nüvə və radioloji fəaliyyətin tənzimlənməsi üzrə dövlət agentliyi, izotop xüsusi kombinatı, tikintidə təhlükəsizliyə nəzarət, sənayedə işlərin təhlükəsiz görülməsi və dağ mədən nəzarəti dövlət agentliklərinin, kiçik həcmli gəmilər üzrə dövlət müfəttişliyi, dövlət sularda xilas etmə, Xəzər Hövzə Qəza Xilas etmə xidməti kimi qurumları cəmləşdirir. Hər hansı bir fövqəladə hadisə baş verdikdə ilk məlumat Nazirliyin qaynar xətti 112 zəng mərkəzinə daxil olur. Hadisə barədə məlumatı 112 zəng xidməti böhran vəziyyətlərində idarə etmə mərkəzinə ötürür. Məhz bu mərkəz fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı qüvvə və vasitələrin səfərbər edilməsi, qəza xilas etmə əməliyyatlarının operativ şəkildə idarə olunması, Nazirliyin digər növbətçi hissələrindən, müvafiq icra hakimiyyəti orqanlarından və mənbələrdən daxil olan məlumatların toplanılmasına, təhlilinə və bununla əlaqədar müvafiq qərarların qəbul olunmasına və icrasına nəzarət edir. Mərkəzin fəaliyyətində GIS sistemindən geniş istifadə olunur. Elektron xəritələrdə Azərbaycan Respublikasının ərazisində mühüm əhəmiyyətli obyektlər, magistral yollar, magistral neft-qaz kəmərləri, xəstəxana və məktəblər, yaşayış binaları və digər obyektlərin yerləşmə yerləri və onlar haqqında geniş məlumat əks olunur. Hadisə yeri məhz bu elektron xəritələr vasitəsilə müəyyən edilərək, ora ən yaxın qüvvə və vasitələr operativ şəkildə cəlb olunur. Dövlət Yanğından Mühafizə Xidməti Respublika ərazisində baş verən yanğınların söndürülməsini və bununla bağlı təxirə salınmaz xilas etmə işlərini həyata keçirilir. Onun təchizatına verilən müxtəlif təyinatlı yanğın söndürmə avtomobilləri, müasir tipli texniki vasitələr, hündürlük nərdivanları yanğın söndürənlərimizə ən qəliz yerlərdə və yüksək mərtəbəli binalarda belə yanğını operativ şəkildə söndürməyə imkan verir. Mülki müdafiə qoşunları mülki müdafiə tədbirlərini yerinə yetirir, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması ilə bağlı çevik reaksiya verilməsi, fövqəladə hadisələr zamanı qəza xilas etmə işlərinin aparılması, əhalinin təxliyəsi, onların ərzaq, su, ilkin tələbat malları ilə təmin olunması, hadisə zonalarında radiasiya, kimyəvi və bioloji kəşfiyyatların aparılması, ərazilərin zəhərsizləşdirilməsi və digər təxirə salınmaz işlərin görülməsini həyata keçirilir. Fövqəladə hadisə zamanı insan faktoru qeydə alınıbsa, dərhal hadisə yerinə xüsusi riskli xilas etmə xidmətinin xilas ediciləri gedir. Bu xidmət fövqəladə hadisə zamanı çevik reaksiya verərək xüsusi riskli axtarış və qəza xilas etmə əməliyyatlarını aparır, zərər çəkənlərə təxirə salınmaz tibbi yardım göstərir, təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, qurğuların və digər obyektlərin öz səlahiyyətləri daxilində mühafizəsini həyata keçirilir.
Hadisə yerinə xilasedicilər avtomobil və sürət motosikletləri ilə çıxır. Bu avtomobillər və sürət motosikletləri müasir tipli texniki vasitələr, kəsici alətlərlə təchiz olunub. Bu alətlər xilasedicilərə qəza zamanı deformasiya uğrayan avtomobilin içindən binaların dağıntıları altından insanı sağ ikən çıxarmağa imkan verir. Uçqunlar altında həlak olan insanların cəsədlərinin, fraqmentlərinin axtarışını isə xüsusi risklilərin kinoloji xidməti aparır. Eyni zamanda bu xidmət partlamamış silah sursatların aşkarlanmasında da yaxından iştirak edir. Nazirliyin qüvvələri ilə nəinki quruda, həmçinin sularda da qəza xilas etmə işlərini aparmaq olur. Dövlət sularda xilas etmə xidməti Azərbaycan Respublikasına məxsus su hövzələrində insanların təhlükəsizliyini təmin edən qurumdur. Hər il çimərlik mövsümündə isə sahil boyu nəzarət qüllələri qurulur, yüksək hazırlıq kursları keçən dalğıc axtarış qrupları fəaliyyət göstərir, sularda katerlərlə post-patrol işləri aparılır. Xəzər Hövzə Xilas etmə xidməti isə Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması və nəticələrinin aradan qaldırılmasını həyata keçirilir. Qurum qəza xilas etmə, sualtı texniki, dalğıc və gəmi qaldırma işlərində yüksək təcrübəyə malikdir. Dənizdə qeydə alınan neft dağılmalarını ortadan qaldırmaq üçün bonlardan istifadə etməklə əməliyyatlar keçirilir. Kiçik həcmli gəmilər üzrə dövlət müfəttişliyi qanunvericiliyi ilə müəyyən edilən qaydada Azərbaycan Respublikasının daxili dəniz və ərazi sularında, çaylarda, su anbarlarında, digər su tutarlarda kiçik həcmli gəmilərin təhlükəsiz hərəkətinə dövlət nəzarətini, habelə gəmilərin və onların dayanacağı üçün bazaların, qurğuların, yanalma körpülərinin və keçidlərin təhlükəsiz istismarına texniki nəzarəti həyata keçirilir. Sahildən uzaq məsafədə yerləşən neft-qaz çıxarma obyektlərində yanğın baş verdikdə əməliyyatlara Nazirliyin aviasiya dəstəsi cəlb olunur. Qurumun təchizatında olan B-200 amfibiya təyyarəsi əsasən meşə yanğınlarının söndürülməsində geniş istifadə olunur. Amfibiya təyyarə Mi-17-1V və Mi-172 tipli helikopterlər yanğın söndürmə ilə bərabər həm də axtarış xilas etmə işlərində, ekoloji monitorinqin keçirilməsində, hadisə yerində olan zərər çəkənlərin təxliyəsində, tibbi yardımda yaxından iştirak edir. Nazirliyin tibb xidməti əhalinin fövqəladə hallardan qorunması və nəticələrinin aradan qaldırılması zamanı öz səlahiyyətləri daxilində iştirak edir. Təchizatına qəliz yol şəraiti olan yerlərdə qurulan səyyar hospital verilib. Qəbul çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölmələrindən ibarət hospitalda tibb personalı yaralılara müasir reanimasiya avadanlığı, ultrasəs müayinə aparatları, dərman preparatları və sarğı materiallarının köməkliyi ilə lazımi yardım göstərir. Burada lazımi analizlər, cərrahi əməliyyatı aparmaq da mümkündür. Sənayedə işlərin təhlükəsiz görülməsi və Dağ Mədən Nəzarəti Dövlət Agentliyi Respublika ərazisində layihələndirmə, tikinti və sənayedə partlayış təhlükəli və dağ qazma sahələrində magistral neft-qaz borularının, qaldırıcı qurğuların, təzyiq altında işləyən qazanların, tutumların və boru kəmərlərinin istismarı, nəzarət altında olan təhlükə potensiallı obyektlərdə istifadə olunan avadanlıqların hazırlanmasında, quraşdırılmasında və əsaslı təmirində, sənaye tipli partladıcı və pirotexniki materialların saxlanılmasında, işlənilməsində, təhlükəli yüklərin nəqliyyat vasitələri ilə nəqlində nəzarət işlərini aparır. Ölkədə tikinti sənayesinin sürətlə inkişaf etdiyi bir dövrdə bu sektorda qəza hallarının qarşısını almaq məqsədi ilə Nazirlikdə tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyi də yaradılıb. Bu agentlik ölkə ərazisində binaların tikintisi zamanı layihə tələblərinə riayət olunmasına nəzarət edir. Xüsusi laboratoriyada tikintidə istifadə olunan materialların keyfiyyətini yoxlamaq üçün analizlər aparılır. Agentlik binaların qüsursuz istismara verilməsi üçün mütəmadi yoxlamalar keçirilir. Əhalinin və ərazilərin nüvə və radiasiya təhlükəsizliyinin təmin olunmasını həyata keçirdən qurum, nüvə və radioloji fəaliyyətin tənzimlənməsi üzrə Dövlət Agentliyi. Qurum ölkə ərazisində nüvə və radioloji fəaliyyətin tənzimlənməsi sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edir, bu siyasətin həyata keçirilməsini və həmin sahədə dövlət nəzarətini təmin edir. İzotop xüsusi kombinatı ölkə ərazisində radioaktiv tullantıların mərkəzləşdirilmiş qaydada toplanması, emal edilməsi, birdəfəlik bastırılması və bastırılan radioaktiv tullantıların uzun müddətli saxlanılması,
bu tulantılarla işləyən obyektlərin istismarı və istismardan çıxarılması üzrə işləri əlaqələndirir və nəzarət edir. Burada istifadə verilən laboratoriyada dozimetrik və radiospektrometrik analizlər aparılır. Xarici mütəxəssislər izotop kombinatını regionda analoqu olmayan qurum kimi qiymətləndirir. Fövqəladə Hallar Nazirliyinin Respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən regional mərkəzləri mülki müdafiə, əhalinin və ərazinin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunmasını həyata keçirdir. Bütün lazımi texniki vasitə və avadanlıqlarla təchiz olunan Şimal, Şimal-Qərb, Cənub, Gəncə, Aran, Muğan, Qarabağ, Sumqayıt, Bakı regional mərkəzlərində yüksək hazırlıq kursları keçən xilasedici və mütəxəssislər çalışır. Qəza zamanı aparılan xilasetmə əməliyyatlarının mütləq, çevik və operativ olması nəzərə alınaraq, Nazirlik tərəfindən bu sahədə lazımi vərdişlər yaratmaq məqsədi ilə xilasetmə bölmələrinin şəxsi heyətinə xüsusi taktiki təlimlər keçirilir. Artıq bir çox xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq haqqında müxtəlif beynəlxalq sənədlər imzalanıb. Rusiya Federasiyası, Türkiyə, Fransa, Bulqaristan, Ukrayna, Belarus, Koreya, İordaniya və digər dövlətlərin təbii və texnogen xarakterli fövqəladə hallar üzrə məsul dövlət orqanları ilə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinə, kadr hazırlığı sahəsində birgə tədbirlərin həyata keçirilməsinə, habelə fəlakətlər zamanı qarşılıqlı yardımın təmin edilməsinə yönələn sənədləri misal gətirmək olar. Eyni zamanda BMT və NATO-nun müvafiq strukturları, Beynəlxalq Mülki Müdafiə Təşkilatı, Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı, Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyəti, atom enerjisi üzrə beynəlxalq agentliklə qurulan əməkdaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir. Bugün ixtisaslı kadrlar yetişdirmək, onların peşəkarlıq səviyyəsini artırmaq məqsədi ilə Nazirliyin bir qrup əməkdaşı Rusiya Federasiyası, Ukrayna və Belarusun müvafiq tədris müəssisələrində təhsillərini davam etdirirlər. Bununla bərabər Fövqəladə Hallar Nazirliyi üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanması, əməkdaşların ixtisaslarının artırılması məqsədi ilə Nazirliyin Akademiyası təşkil olunub. Artıq bu ildən etibarən tədris müəssisəsində gənc müdavimlər və kursantlar elmi və praktiki biliklərə yiyələnəcəklər. Fövqəladə Hallar Nazirliyinin qüvvələri lazımi anda, lazımi yerdə fəlakətlə üzləşən insanların yanında olmağı bacarır.